demişdi yəqin. Неважно кто, amma в любом случае. Oy da səsini eşitməsəm tanımazdım. Bura kimsə bir dənə adam qohum girib, da çox sağ ol. Bir dənə adam qohum girib məndən. Baxın, indi məsəl üçün heyfslənir. Sizin öz tarelkanızda olmamağınıza heyfslənirəm. Yox, mən çox yaxşıyam. Məsəl üçün mənim canımda gedən vəziyyət deyirəm də. Kimsə bir dənə qohum girib, ondan sonra başqa qohumla paylaşıb, yəni, bax, filan kəsin qızıdır ya da filan kəsdir və ya kimsə tanışlardan, nə bilim, nəysə də məni tanıyanlardandır. Və məsəl üçün şey yoxdur da ki, salam Röya, necəsən, mən filan kəs, nə var, nə yox. Yəni, mən səni tanıyıram havasını verib, qohumların adını çəkmək, anamın adını çəkmək ki, bəlkə mən istəmirəm, bəlkə və ya whatever da. Amma bir dənə şey yoxdur ki, salam Röya, mən nə bilim, Aykayam, Naykayam, nəyəmsə nəyəm, necəsən, nə var, nə yox, səni görməyimə şad oldum. Belə də altdan, üstdən, bir denən ki, salam aleyküm, mən filan kəsəm, hər nəysə, biri mamamın adını çəkir, biri nə bilim, xalamın adını çəkir, biri oradan deyir ki, mən sən uşaqlıqda görmüşdüm, indi görsəm tanımazdım. Like, okey, hamısını da yəqin ki, mənim sosial Instagramım var ya da nömrəm var ya da nəysə, mənə heç nə deyilməyəcək. Bunun hamısı yığılacaq, mamaya yazılacaq, mənim mamama yazılacaq ki, o gün də qızımın canlısındaydım, belə dedi, elə dedi, belə də dedi, elə də dedi. Sonra mama mənə deyəcək, sonra mən də mamaya deyəcəm ki, qruba nəsə, ki, cəhənnəmi desinlər, nəsə. Belə də, yəni, belə şeylər əvvəl də başıma gəlib. Mən burada heç nə, sonra mamama, nə bilim, xalam qızına, xalama, ona, buna ki, keçən dəfə də Röyanın yanına girmişdik, belə dedi, belə tanımadı, belə oldu, belə oldu. Röyanın nömrəsi yoxdur sizdə, Röyanın social mediası yoxdur sizdə. Vizor, çox sağ ol. Kırısaqam. Sənin sosialının sənə ki, bu xanım əldə edə bilir. Yavisim, görə narahat olma. Mən narahat olan deyiləm, niyə? Sır tapa bilməz. Qınını bəyənməmək. Etibar, dayımsan, əmimsən. Ölmüş söhbətlərdir də o, yəni ölmüş söhbətlərdir. Orada nə işirsiz? Bankda işləyirəm. Smal meşğul. Yalnız qalırsınız, yəni yox, Türk podruqamdan qalmıram. Wow, это что такое? Nə qəşəng şeydir. Çox sağ ol, kəsəvə bərəkət. Təbii ki, Azərbaycanda bəyənmədiyim şeylər var, Amerikada bəyənmədiyim şeylər var, qohumlarımda bəyənmədiyim şeylər var. Yarın bir gündən öz övladımda bəyənmədiyim tərəflər olacaq. Это нормально, это нормально. Это всегда будет так, что, типа, есть хорошее и плохое. Yaxşını deyiriksə, söz verib ki, Amerika təhlükəlidir. Конечно, Amerika təhlükəlidir. Azərbaycan totalı 10 milyon deyə. Amerika təbii ki, daha təhlükəlidir. New York'dayım. Eskişehirdə bulun. Eskişehir haradır bilmirəm. Kirayə qiymətləri necədir? Kirayə qiymətlər bahadır. Yəni, fərqli yerlərdə təbii ki, Bakıda olduğu kimi də, məsələn, Cəmhətdə bir qiymətdir, Xalqarda bir qiymətdir, İçəri şəhərdə bir qiymətdir. Məncə New York. Bilirəm, Türkiyədir, yəni Eskişehir, Türkiyə, İstanbulun harasıdır falan bilmirəm, yəni, məsələn, elədirsən. Ağladınız? Yox, mən hasad deyil, ağlamam. Əksəncə çox sevdim, New York'dayım. Əslində gedib yatmalıyam, amma sizlərlə də o qədər nadir danışıram ki, belə ki, arasındasan New York'un. Demirəm, Edo Zəncan demirəm. Öz xalqına xidmət elə qızım evlənən
Nəyin yaşındır, evlənən yaşın. Mən xalqıma nə xidmət eləyirəm, başa düşmürəm. Mən xalqıma nə xidmət eləyəcəm? Buradan basa-basa gələcəm Bakıya ki, какого хрена, это что такое? What the hell? Это çox sağ. What the hell is that? Что было? Откуда она выпала? Cüzə düşdü. Tez-tez canını açın. Нет, какой tez-tez canını açın? Ай, блин. Это что было такое? И откуда это вышло? Таракан değil idi, böyle qəribə bir şey. Не знаю, откуда это вышло. В ближайшее время собирается замуж. Нет. Я Азербайджан küstüm ama işte. Нет, ну, какая милая. Xalqıva xidmət eləyə, hizmət elə. Yəni mən sizə kommentlər yazıram, gözəl fikirlər. Çox sağ ol. Yəqin ki, Vizor çox sağ ol. Görməmişəm. Mən sizin salamınızı niyə almayım, qardaş, bacı? Bişkə. Sizə də. Yəni, nə bilim, xalqına xidmət eləmək olmalı olanlar millət vəkilləri falandır da. Mən bankda işləyirəm, amma eyni şeyin cavab verirəm. Yaxşı oldu, uzun zaman sonra sizlərlə söhbət eləmək mənə çox xoş oldu. İngilis ol. Yaxşıyam, sağ olun. Mən öz davranışını Azərbaycan burada təmsil edib xidmət edirəm. Hədə. Mən Azərbaycanı təmsil eləmirəm. Mən heç kəsi təmsil eləmirəm. Mən özümü təmsil edirəm, öz həyatımı təmsil edirəm. Mən sadəcə nə bilim, Allahın mənə verdiyi ömrü normal, özüm üçün sakit yaşayıb getmək istəyirəm. Heç kəsi heç arada təmsil eləmirəm. Təbii ki, dostlarım var. Mən ancaq özümə cavab deyirəm. Vətəndaşlıq hələ almamışam. Gələn ay verməliyəm. Görək haçan çağıracaqlar. İşləyirəm təbii ki. Yox, eləmirəm. Gəldim. Nədən evlənmirsiniz? Mamam göndərib sizi bura. Nədən evlənmirəm? Əslində evlənməyə qarşı deyiləm. Məncə ailə gözəl şeydir, amma xasiyyətimiz uyğun olan bir insandan. Çünki başqa cür olmamalıdır məncə. Sizin kimləsə dost olmağınıza inanmıram. Etibar okey, sizin inanmamağınız həyatımda heç nə dəyişmir də yəni. Okey. Deyir ki, dostunuz var, deyirəm, haydır, yox, inanmıram, okey. İntikam sağlam. Tək yaşamaq yaxşı deyil. Okey, zavur. Dostunuz var, inanmıram. It's your secret. Saadet'in beyni çöndü. Ay. Yok sevim. İlahi. Aile qurmaq vacibdir. İstəyəni həm. Aile quran da okeydir. Qurmayan da okeydir. Aile qurmaq istəyən də okeydir, istəməyən də okeydir. Yəni ailə qurub xoşbəxt olanlar da çoxdur. Ailə qurmayıb xoşbəxt olanlar da çoxdur. Neysə köçüm, amma hər kəs pisir. Qulaq asma onlara. Yaşaya bilərəm. 22 yaşım təbii ki yaşaya bilərsən. 18 yaşında yaşayanlar var. Okeydən yoruldum. Finitos nəyə indi? Yüklenmesidir yüklenem 2 yıl yaşamışam, 10 yıl tutmuşam. Сколько вам лет?
32. Efendi Finitos'un dərdini çözdüm. Xoşbəxt adamı görəndə evləndir. Ədalətli bir bəylə ailə qurmaq çox doğru bir fikirdir. Mən Femida qəzetəsinin redaktoruyum. Sabah qəzetdə çıxacaq adam. Sırşamoy vam sovet. Amma buradan da hər çəkmir. Gəlib gəzmək olar. Vizasız yox. Çindən isə köçməyə məntiqi. Mən Çində heç vaxt olmamışam deyə, heç nə deyə bilmirəm. Amma нужно быть семейным. Я считаю, что не нужно быть семейным. Если ты хочешь быть семейным, тогда строй семью, живи семьей. Семья это хорошо, хорошая семья это хорошо. Və mən ailə qurmaq tərəfdarıyam. Sadəcə mənə uyğun biri olduğu halda. Amma ailə qurmaq istəməyən insanları ailə qurdurmamaq tərəfdarıyam. Məncə ailə qurmaq istəməyən insanlar ailə qurmamalıdırlar ki, başqasını da bədbəxt eləməsinlər. Məsəl üçün ana olmaq istəməyən insanlar ana olmamalıdır. Çünki dünyaya övlad gətirsən məsuliyyətdir. Və ya допустим ata da olmaq istəməyənlər olmamalıdır. Məsələn, bəzi oğlanlar var, ailələrinə deyir ki, analarına deyir ki, mən istəmirəm evlənmək. Bunu zarafatla demir, bunu söz gəlişi demir. Deyir ki, mən istəmirəm, mən evlilik adamı deyiləm. Ya не хочу. Mən özümü ailə içində təsəvvür eləmirəm. Və deyirlər ki, evlən istəyərsən. Və eynən də bəzi qızlar, məsəl üçün onlar görürsən ki, daha karyerist qadınlar, yəni belə daha özlərinə görə yaşayandılar. Onlara da baskı eləməyə ehtiyac yoxdur. Yəni evliliyə hazır olan insanlar var, olmayanlar o çox məsuliyyətli bir şeydir. Ümumiyyətlə bizlərdə bir də şey deyirlər də, yəni birindən evlən amma tanıma, sevgili olma, danışma, çıxma çölə, bizi biabır eləmə. Prosta evlən də, yəni